Hamısı salam dostlar, mən üçün bugün sizlərlə birlikdə fərqli abur cuburları yoxlayacağıq. Görək bunların dadları necədir? Onda hazırsanız gəlin videomuza başlayaq. İlk olaraq görək abur cuburlarımız nələrdir? Birincisi belə bir abur cuburumuz var. Bilmirəm nədir. Amma bəlkə deyəsən bu şokoladdır. İkincisi fərqli növdə cips, yəni balaca cips. Üçüncüsü belə jelidir. Arxada belə samolyot şəkli var. Dördüncüsü parmaqdır. Parmaqla parmağı yazılır. Beşincisi belə çiyələkdir, belə bu qabda. Altıncısı da bunun qarpuzlusudur, belə fərqli növü. Yeddinci belə şeydir, uzun dildə. Sonra burada var belə süpdürüklərdən, yəni jellərdən. Və son olaraq da ekşi yüzlər. Görək bunların dadları necədir? İlk olaraq bunları biraz qarşımıza sırayla dizək. Gəlin bu dəfə nə başdan başlayaq, nə sondan, ortadan başlayaq. Məncə gəlin bu küp jellərindən başlayaq. Bunları biraz da sırağa qoyaq. Aha, qoyduq. İndi jelimizi açaq. Belə açaq. Elə bir-iki dənə açdım buradan. Göstərim sizə. Görüntüləri bunların belədir. Baxırsınız, yəqin hər rəngində adi dadı. Hər rəng gözəl dadı var. Görək, indi bu küp şey olduğu üçün bilmirəm necə eləyirəm. Elə ağzımla çəkin bu. Bismillah. Dadı çox dadlıdır. Bunun rəngi qırmızı olduğu üçün çiyələk dadını verir. İndi gəlin bir də yaşıllığını da yoxlayaq. Məncə bu alma dadını verir. Yaşının dadını heç bəyənmədim. Biraz dadı qəribə idi. Amma qırmızı yaxşı idi, o çiyələklidir. İndi gəlin başlayaq qarpuzunu. Görək qarpuzlu neyimiz necədir? Böyle bunu buradan açaq. Belə olanlar çox vaxt açılmır, yavaş-yavaş açılırlar. Daha doğrusu çətin. Görək. Açıldı da. Mən elə bilirdim bunun üstündə biraz da olsa qarpuz şeyləri var. Sadəcə çölündə qarpuzun şeyini qoyublar, şəklini. Amma içəridə də yaşıl topdur. Görək bunun dadı necədir? Bismillah. Çeynənməsi çətindir. Bu dişləmək də olmur, çünki çox belə çətindən dişə yapışır. Özünün dadı yaxşıdır. Amma və lakin çeynənməsi çətindir və içində əlavə olaraq da bir dənə jel var, qarpuz dadında jel. Hazır qarpuzu yoxlamışkən bunun çiyələklisini də yoxlayaq. Yəqin bu da qarpuz kimi içində sadəcə çiyələyin rəngində, yəni qırmızı rəngdə bir də jel var. Bunu açmaq olmur, onun üçün dişləyərək açacaq. Aha, belə rahat imiş açmaq. Görüntüsü belədir, necə qarpuzdakı kimi eynidir. Dadaq. İçi belədir. Çiyələkli jel var içində. Dadı da bunun dadı da yaxşıdır, amma qarpuzunu mən daha çox bəyəndim. İndi isə gəlin hüpdürükləri yoxlayaq. Birinci gəlin yaşılı yoxlayaq. Görək hüpdürük necədir? Açın. Mən hüpdürüklü kimi bir şey bilirdim, amma və lakin gördüyünüz kimi bu jel imiş. Görək dadı necədir? Bu almalıdır və həqiqətən də almalı dadını hiss edirəm. Bu çox dadlıdır. İndi isə gəlin bu bənövşə rəngindəki yoxlayaq. Yəni üzümlünü. Görək bundan üzüm dadı gələcək.
Factory açmayı digərlərinə görə biraz daha rahatdır. Bu da elə deyəsən jeldir. Aha, indi görək dadı necədir. Bunun dadı da yaxşıdır, amma almalı kimi deyil. Bunda çox distilinmir də üzümün dadı. İndi isə gəlin ekşi yüzü yoxlayaq. Yəqin ki, hamınız ekşi yüzü yoxlamışsınız və necə olduğunu bilirsiniz. Amma mən çox yoxlamamışam. Daha doğrusu heç yoxlamamışam. Görüntüsü belədir. Baxın, görün necədir. Adı həqiqi də ekşi də. Birinci vaxtı çox turş olur, yəni ekşi olur. Sonradan çeynəyəndə bu saqqız olur. Yaxşıdır. Amma mən saqqızı bir daha qoyacağım çünki indi isə gəlin yoxlayaq bunu. Bunu mən heç həyatımda yoxlamamışam və bilmək istəyirəm bu nədir. İlk dəfə görmüşəm həyatımda. Yansın mı? Açıldım. Görüntüsü belədir, şokoladdır. Yəsən vaflidir şokoladdır. Mən bunun dadını çox bəyəndim. Bunun içi belədir və mən bunun dadını çox bəyəndim. Çünki içərisində belə kremi var, onun içində vafli var. Mən vafli sevirəm və üstündən də şokolad var. Həddindən artıq çox dadlıdır. İndi isə gəlin uzun dilimizə. Adından da bilinir və görünür ki, bu uzundur. Açaq. Görüntüsü belədir. Biraz çıxardım, görür. Belədir. Hər rəng yəqin ayrı bir meyvənin dadı olar və dadına baxaq. Bunun dadı yaxşıdır. Hər bir belə şeylər olur. Hər bir rənglər var. Hərəsi də meyvənin dadını bildirir. Şimdi bunu da qoyduq. Gəlin cipsi yoxsa bunu yoxlayaq. Məncə cipsi sonda yoxlayaq. Mərak edirəm. Və barmağımızı yoxlayaq. Burada açın deyir. Açaq. Bunun içinin görüntüsü belədir. İçində də barmaq var. Bunu götürürük. Bunu belə yeyirlər, bilməyənlər üçün göstərirəm. Bu bir barmaqdır və bunun içində belə patlayan şeylərdən var. Səhv eləmirəmsə. Barmağı ən birinci yalayırıq. Sonra isə bunun içinə salırıq. Çünki bunun içində bir də toz var, o barmağa əlavə dad verir. Saldıq, üstünü görürsünüz də belədir. Sonra bunu yeyirik. Bilməm, eşitdinizmi, eşitmədinizmi? Çünki əvvəllər bunlar çox güclü patlayırdı, belə şok, pat. İndi isə yüngülvari, belə zəifliyib də dadı. Hətta bir dənə də yoxlayayım. Yox, əvvəlki kimi patlamır. Mən amma bunu bəyənmədim. Əgər yaxşı patlasaydı, bunu çox bəyənərdim. İndi isə sonuncu olan cipsimizi yoxlayırıq. Cipsimizin görüntüsü belədir. Amma mənim marağıma belə bir şey gəldi. Bunun üstündə göstərir ki, bu belədir. Amma və lakin bu belədir. Daha incə olmalı deyildir. Neysə, dadına baxaq. Xırtıltısı yaxşıdır. Dadı da. Xırtıltısı dediyim kimi çox yaxşıdır. Mən bunun dadını da çox bəyəndim. Xırtıltısını da çox bəyəndim. Çünki dadı əsl biberli cipslərə oxşayır. Bir də mən onu qeyd edeyim ki, bu aldıqlarımın hamısına 5 qəpik, 10 qəpik, 15 qəpik vermişəm. Yəni bunlar çox ucuzdular və gözləntimdən daha dadlıdır. Mən elə bilirdim bunlar ucuzdularsa, yəqin dadlıları pis olur. Amma mənə bu yanıltdı. Bir videomuzun daha sonuna gəldik. Əgər belə videoların, daha doğrusu belə yoxlama videolarının davamının gəlməsini istəyirsinizsə, like atıb, abunə olmayı və R yazmayı unutmayın. Hələlik.